Azəriqaz vacib məlumat yayıb, məlumatda deyilir. Sabunçu və Suraxan rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir bərpa quraşdırma işləri ilə əlaqədar mayın 20-si səhər saat 10-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhəş bağlarının, Maşşara qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə olacaq. Eləcə də Suraxan rayonu Hövsan qəsəbəsinin Şabanov, Qasımov, Abdullayev, Bayramov, Quliyev, Məmmədov, Əhlimanov, Dənizkənarı Məktəbli, Bağça, Məmmədov, Ziyadov, Qılmanov küçələri, Zeytun safxozu, Quşçuluq, sahil döngələri, bağlar ərazisindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər bitəndən sonra isə həmin ərazilər əvvəlki qaydada qaz təchizatı ilə təmin olunacaq. Yaranacaq müvəqqəti fasiləyə görə Azərqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir.